Salam, hər vaxtınız xeyir olsun. Mən Həcər müəllimə. Bugün sizlərə ürək haqqında danışmaq istəyirəm. Ürəyin öncə filogenezinə bir nəzər salsaq, ilk dəfə dırnaq içərisində ürək həlqəvi qurdlarda yaranmışdır. Bunlarda 5-7 damarın birləşməsindən əmələ gələn döyünən ürək idi, damar idi daha doğrusu, dırnaq içərisində ürək deyildik buna. İlk dəfə 2 kameralı ürəyə rast gəldik mollyusklarda. Gölür bizində ilk dəfə 3 kameralı ürəyə rast gəldik. Anodontada, kalimarda, yenə də mollyuskalar tipində idi. Bunlar proterozoik erasındaydı. Onurğalılara gəldikdə ilk dəfə 2 kameralı ürəyə balıqlarda rast gəldik. Devon dövründə 3 kameralı ürəyə rast gəldik. Suda qurda yaşayanlarda. Devon dövründə 4 kameralı ürəyə rast gəlirik. Triasin əvvəlində ilk məməlilərdə və 4 kameralı ürək bundan sonra quşlarda da var və Triasın sonunda timsah yaranmışdı. Timsahda da 4 kameralı ürək var idi. Deməli 4 kameralı ürəyə rast gəlirik biz ümumiyyətlə. İlk məməlilərdə ilk dəfə timsah triasın sonu yaranıb. Ona görə triasda ilk məməlilərin özündədir 4 kameralı ürəyin olması. Amma ümumilikdə 4 kameralı ürəyə hansı siniflərdə rast gəlirik desək, quşlar və məməlilərin ürəyi 4 kameralıdır və sürünənlərdən də timsahda olduğuna görə sürünənlərdə də 4 kameralı ürəyə rast gəlirik deyə bilərik. Bugün mənim sizə danışmaq istədiyim ürəyin quruluşudur. Ürək 4 kameralıdır insanlarda, məməlilərdə, quşlarda və 4 kameralı dediyimiz 2 qulaqcıq və 2 mədəcik hissədən ibarətdir. Qulaqcıqlarla mədəciklərin arasında yerləşir taylı qapaqlar, mədəciklərlə damar arasında yerləşəcək aypara qapaqlar. Deməli, qulaqcıqla mədəciyin arasında yerləşəcək taylı qapaq. Bu da ürəyin sol tərəfində 2 taylı, sağ tərəfində 3 taylı qapaq var. Mədəciklə ondan çıxan arteriya damarı arasında yerləşəcək qapaq isə olacaq aypara qapaqlar. Ürəyin işinə deyirik ürək sikli. Ürək sikli sakit halda 0,8 saniyədən 1 olur. Yəni 0,8 saniyə daha doğrusu davam edir. Bu ürəyin sikli adlanır. 0,8 saniyəli ürək siklinə nələr daxildir? Bunun 0,1 saniyəsi qulaqcıqların sistolası, 0,3 saniyəsi mədəciklərin sistolası, 0,4 saniyəsi isə ümumi diastoladır. Demək, qulaqcıqlar 0,1 saniyə sistola edirsə, 0,8-in 1-in işləyirsə, deməli 0,7-sin diastola edəcək. Mədəciklər 0,3-ün işləyibsə, deməli mədəciklər də 0,5-ni diastola eləyəcək. Ümumiyyətlə, ürək siklinin tən yarısı onun sistolasına, tən yarısı isə onun diastolasına sərf olunur. 0,8 saniyəlik ürək siklində 0,4 saniyə diastola, 0,4 saniyə isə ümumi sistolasına vaxt sərf olunur. Qulaqcıqlara birləşən damarlar olacaq vena damarları, mədəciklərdən çıxan damar olacaq arteriya damarları. Arteriya vena damarlarına da biz ilk dəfə mollyuskalarda rast gəlirik ki, arteriya damarları ürəkdən çıxan, vena damarları isə ürəyə gələn damarlardır. Sağ qulaqcıqla sağ mədəciyin arasında taylı qapaqlar var, yəni bu ikisinin arasında əlaqə var. Sol qulaqcıqla sol mədəciyin arasında əlaqə var. Deməli, ürəyin sağ-sol hissələri bir-biri ilə əlaqəli deyil. Ürək ortadan 2 yerə bölünsə, yəni bu mədəciklərin ara kəsməsini tam kimi düşünsək, ürəyin ancaq yuxarı və aşağı hissələri arasında əlaqə var. Qulaqcıqlarla mədəciklər öz aralarında taylı qapaqlarla əlaqələnir. Mədəciklər isə ondan çıxan arteriya damarı ilə aypara qapaqlarla əlaqələnir. Ürəyin şəkli bizimlə üzbəüz dayanıb sanki. Yəni, bu qırmızı oxlarla göstərilən hissəsi ürəyin sol tərəfidir. Bu, amma mənim sağ tərəfimə düşür. Çünki şəkil bizdən üzbəüzdür. Ürəyin mavi oxlarla göstərilən hissəsi isə onun sağ tərəfidir. Və qulaqcıqlara birləşən damarlara gəldikdə, məsələn, bu hissəni götürsək, bu hissə olacaq sağ qulaqcıq.
Sağ qulaqçığa yuxarıdan birləşəcək yuxarı boş vena, aşağıdan da gəlib damar bura daxil olacaq aşağı boş vena. Deməli, sağ qulaqçığa 2 dənə damar birləşdi, yuxarı boş vena və aşağı boş vena. Mədəciklər isə həmişə bir damarla qanı çıxardır. Sağ mədəcikdən bir damar çıxır ki, bunun adı ağciyər arteriyası və ya ağciyər kötüyü dediyimiz damardır. Sol qulaqçığa birləşən damarlara baxdıqda, sol qulaqçığımız budur. Bu tərəfdən göstərib onun 2 dənəsini. Yəni, sağ ağciyərdən və sol ağciyərdən hərəsindən 2 ədəd olmaqla sol qulaqçıq boşluğuna 4 ədəd vena damarı birləşir. Sol mədəcikdən isə bir dənə damar çıxır aorta, o isə üzərindən 3 dənə taz damar ayrılır, özü aşağıya doğru çevrilib, bax, arxa hissədən gəlib, bu tərəfdən keçəcək. Yəni, buradan göstərilən damar, əslində buradan çıxan aorta arxa tərəfdən gəlib o hissədən görünür. İndi biz ümumiyyətlə ürəyə birləşən arteriya vena damarlarını sayaq. Ürəyə ümumilikdə bilavasitə birləşən cəmi 8 ədəd damar var. Aşağı və yuxarı boş venaları götürsək, bir dənə aşağı boş vena, aşağı boş vena. Bir dənə yuxarı boş vena və bir dənə deyirəm, burada bunları götürək. Bir də 4 dənə ağciyər venası. Toplam ürəyə birləşən vena damarlarının sayı olacaq 6 dənə. Deməli, sol qulaqçığa birləşəcək 4 dənə venalar, sağ qulaqçığa birləşəcək yuxarı boş vena və aşağı boş vena. Toplam ürəyə bilavasitə birləşən 6 dənə vena damarımız var. Bunun içərisindəki qana hələ biraz sonra baxacağıq. Ümumilikdə götürdüyümüz 6 dənə ürəyə bilavasitə birləşən vena damarı var. Bəs ürəyə birləşən arteriya damarları bir ədəd ağciyər arteriyası və bir ədəd aorta. Deməli, ürəyə cəmi 8 damar birləşir. Bunun 6-sı venadır, 2-si arteriyadır. Vena damarlarımızdan 2 dənəsi venoz qan daşıyır. Yuxarı boş vena, aşağı boş vena venoz qan daşıyır. 4 dənə ağciyər venası isə arterial qan gətirir, sol qulaqçıq boşluğuna tökür. Deməli, ürəyə birləşən 6 dənə vena damarından aşağı və yuxarı boş venalar venoz qan daşıyır. Ağciyər venaları isə 4 ədəd ağciyər venası arterial qan daşıyır. Ürəyə birləşən 2 dənə arteriya damarı var. Bunlardan aorta arterial qan daşıyır. Ağciyər arteriyası və ya ağciyər kötüyü dediyimiz venoz qan daşıyır. Sualı belə versək, ürəyə bilavasitə, ürək boşluğuna bilavasitə birləşən damarlardan neçəsi venoz qan daşıyır? O zaman götürəcəyik yuxarı boş vena, aşağı boş vena və ağciyər arteriyası. Damarlardan neçəsi dediyimizə görə 3 ədəd damar venoz qan daşıyır. Bunlardan ikisi vena damarıdır, biri arteriya damarıdır. Ürəyə birləşən vena damarlarından neçəsi venoz qan daşıyır desək, ürəyə birləşən yuxarı boş vena, aşağı boş vena, vena damarıdır və venoz qan daşıyır. Ürəyə birləşən arteriya damarlarından neçəsi venoz qan daşıyır? Ürəyə birləşən bir ədəd ağciyər arteriyası venoz qan daşıyır. Ürəyə birləşən neçə dənə vena damarı arterial qan daşıyır desək, 4 dənə ağciyər venaları var ki, bunlar arterial qan daşıyırlar. Ürəyə gəldiyinə görə damarın adı venadır. Amma ağciyərdən gəldiyinə görə içərisində gətirdiyi qan arterial qandır. Sualı belə qoyaq, ürəyə birləşən vena damarlarının neçə faizi venoz qan daşıyır?
Ürəyə birləşən 6 ədəd iri vena var. 6 vena 100%dirsə, venoz qan daşıyan yuxarı boş vena və aşağı boş vena 2 ədəd vena damarı neçə faiz olar? Sualım belə idi ki, ürək boşluğuna bilavasitə birləşən iri vena damarlarından neçə faizi venoz qan daşıyır? Vena damarının neçə faizi dediyimə görə 6 dənə vena damarı var və bunun sadəcə 2 dənəsi aşağı və yuxarı boş venalar venoz qan daşıyır. Sualımızı bir də dəyişək. Mən mümkün qədər bir neçə sual cavablandırmağa çalışacağım. Özüm deyib özüm cavabını verəcəm ki, sizin hansı köməyinizə çatar, hansı işinizə yarayarsa ona qulaq asasınız. Ürəyə birləşən arteriya damarlarının neçə faizi arterial qan daşıyır? Ürəyə 2 dənə arteriya damarı birləşir. Biri aortadır, sol mədəcikdən çıxır. Biri ağciyər arteriyasıdır, sağ mədəcikdən çıxır. 2 ədəd arteriya var. Biri venoz, biri arterial qan daşıyır. O zaman ürəyə birləşən arteriya damarlarının 50% venoz qan daşıyır. 50% arterial qan daşıyır. Qanın hərəkət istiqamətinə gəldikdə, böyük qan dövranı başlayacaq ürəyin sol mədəciyindən. Oxların istiqamətini izləsək, sol mədəcikdən qan vurulur aortaya. Aorta ilə gəlib aşağı düşəndə qarın aortasından və qarın aortası orqanlara gedən arteriya damarlarına şaxələnir. Və getdikcə böyük qan dövranında toxuma orqanlara gedərək onlara qanı, qidalı maddələri, oksigeni paylayır və onlardan karbon qazını, tullantı məhsullarını toplayaraq bədənin aşağı hissələrindən gələn aşağı boş vena, başdan, qollardan, yuxarı hissələrdən gələnlər yuxarı boş vena damarı ilə gəlib sağ qulaqcığa tökülür. Deməli, böyük qan dövranı başladı sol mədəcikdən, sağ qulaqcıqda bitdi. Ümumiyyətlə, qan dövranı bir tərəfin mədəciyində başlayar, digər tərəfin qulaqcığında bitər. Kiçik qan dövranı necə başlasın? Qulaqcıqlar qanı vurur mədəciyə və mədəcikdən artıq kiçik qan dövranı başlayır. Deməli, kiçik qan dövranı başladı sağ mədəcikdən, getdi ağciyərə. Çıxdığı yer bir damardır. Sonra sağ və sol ağciyərlərə şaxələnir. Bu, yolda şaxələnmə verir. Bu, yəni bizim üçün o qədər maraqlı deyil. Əsas ürəyə birləşən hissəsi onun bir damardır. Və sağa sola gedir, orada karbon qazını verir, oksigeni alır, gəlir. Həm sağdan, həm soldan gəlir hər tərəfdən 2 damarla gəldikdə gəlib ürəyin sol qulaqcıq boşluğuna tökülür. Ümumiyyətlə, canlıların mədəciyi 2 olan və yaxud da qulaqcığı 2 olan ürəyində qulaqcığı 2 dənə olan canlıların hamısında sağ tərəfdə venoz, sol tərəfdə arterial qan olduğunu görürük. Qulaqcıqların sistolası o deməkdir ki, qulaqcıqlar yığılır və qanı mədəciyə vurur. Buna sərf olunan müddət 0,1 saniyədir. Deməli, qulaqcıqlar qanı mədəciyə vuranda buradakı taylı qapaqlar açılır. Baxın, bu taylı qapaqlar açılır. Deməli, taylı qapaqların açıq qalma müddəti nə qədərdir? Qulaqcıqların sistola müddəti qədər, yəni 0,1 saniyə qədərdir. Mədəciklər yığılma müddəti 0,3 saniyədir və bu mədəciklərdən qanı çıxardığına görə mədəciklər yığıldıqda qanı vurur arteriya. O zaman mədəciklə arteriya arasında olan aypara qapaqlar açılır. Deməli, aypara qapaqlarının açıq qalma müddəti mədəciklərin sistola müddətinə bərabərdir. Yəni 0,3 saniyə. Ümumi diastolada həm taylı, həm aypara qapaqlar bağlanır. Qapısını, pəncərəsini bağlayıb sanki ürək dincəlir, amma fazanın sonunda qulaqcıqlara qan dolur. Bununla bağlı bir sıra məsələlər var. Mən indi bugünkü hissədə, kiçik bir hissədə məsələlərdən danışmaq istəmədim. Sadəcə ürək quruluşu və ürəyə birləşən damarları anlatmaq istədim. Gələn dərslərdə görüşənədək.